Necəsiz? Hər vaxtınız uğurlu olsun. Qardaşımın otağındayam. Burada necə gözəl gün şaxələnir üzümə. Bu arada dostlar, üzümün belə gözəl, parlaq olmasını gözəl kosmetoloquma borcluyam. Baxın, mənə botoks eləyib, bura baxın. Hələ korreksiyasına getməmişəm. Bu qaşım azca tərpənir. Mənə Maldivlərdən yazıb ki, hal-hazırda özü Maldivlərdədir. Mənə yazıb ki, gələn kimi korreksiyada eləyirik ki, bu qaşım da tərpənməsin. Bir dənə baxın. Bir dənə botoksun gözəlliyinə baxın. Görün necə tutub üzümdə. Nə üzümdə effekt var, nə də filtr var. Heç bir şey. Baxın. Hirslənə bilmirəm. Büzüşmür. Saqqız kimi tutan botoks yalnız və yalnız mənim gözəl kosmetoloqum Aytacdadır. Öpürəm buradan onu. Çox sağ olsun, belə keyfiyyətli məhsullarla işləyir. Gözəl preparatlarla çalışdığı üçün ona dərin təşəkkürümü bildirirəm. Həm anama, həm kipişimə, həm İsraildə olan rəfiqəmə elə gözəl 7 nöqtə botoks eləyib ki, İsraildəki rəfiqəm zəng eləyib, o qədər dua eləyibdir. Allah onun əllərini, qollarını var eləsin. O qədər gözəl olub kidir botoksum, saqqız kimi alnımı, gözümü tərpədə bilmirəm o dərəcədə. Həm də ki, Aytacın istifadə etdiyi preparatlar keyfiyyətli olmasından da əlavə uzun müddətlidir. Düşünün ki, bir botoks ən azı 6-7 ay üzümdən getmir. Alnımı belə gözəl açır. Heç bir üzümə zərəri yoxdur. İllərlə də o mənə botoks eləyir və illərlə də çox razı oluram. Hara getdiyimdə, inanırsınız, onun etdiyi botokslarla saunaya girirəm, isti ölkələrə gedirəm, belə pozulma adında bir şey olmur. Hətta korreksiyasına belə getmirəm, ehtiyac da duymuram. Amma mənə deyib ki, gəlməlisən mütləq bu qaşın ki tərpənir. Bunu eləyəcəm ki, o da tərpənməsin o dərəcədə.